Sabah güclü qar yağacaq. Yanvarın 1-idi və yanvarın 2-sinə olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 3-8 dərəcə isti olacağı gözlənilir. Dağlarda isə gecə 0-3 dərəcə şaxta olacaq, gecə isə 3-8 dərəcə şaxta olacağı gözlənilir. Bəzi yerlərdə dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.